Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocalı rayonunun Badara, Ballıca və Şuşa kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalının Badara kəndində 6 ailə 18 nəfər, Ballıca kəndində 9 ailə 38 nəfər, Şuşa kəndində isə 14 ailə 51 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Allah bizə bu sevinci yaşadan prezidentimizə can sağlığı versin. Canları ilə, qanları ilə bahasına bu torpaqları alıblar. Niyə də gedib yaşamayaq? Sevə-sevə yaşamalıyıq biz orada. Bunlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib. Bu yolda canından keçən şəhidlərimizə rəhmət diləyiblər. Geri gəlmişkən artıq Xocalı rayonuna yola salınan növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb. Bu mərhələdə Ballıcaya 9, yəni 38 nəfər, Badaraya isə 6 ailənin, yəni 18 nəfərin qayıdışı təmin edilib. Qayıdışdan söz düşmüşkən Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işləri ardıcıl və sürətli formada həyata keçirilir.